Salam xanımlar, hər vaxtınız xeyir olsun. Ümid edirəm ki, hər kəs yaxşıdır, hər şey yolundadır. Bugün Unlucadan doğğa bişirəcəm və sizinlə də paylaşmaq istəyirəm. Kanalımda doğğa resepti var. Fərq bundan ibarətdir ki, göyərtilər içərisində unluca, nanə və pencərdən istifadə etmişəm. Əzizlərim, mən doğğanın bütün hər şeyini əvvəlcədən qatığa əlavə edirəm. Yəni yumurta, unu, duzu, hətta göyərtiləri də əvvəlcədən qatığa əlavə edib sonra ocağın üzərinə qoyuram. Bu reseptlə siz daha asan və rahat, hətta çürüməmə zəmanətli doğğa bişirə biləcəksiniz. Düyünü ayrıca qazanda duz və su əlavə edib bişirirəm. Qalan bütün şeyləri isə qatığa əlavə edib hazır vəziyyətə gətirirəm. Həmişə olduğu kimi yenə sizdən bir xahişim var. Əgər məni hələ də izləyib abunə deyilsinizsə, kanalıma abunə olun və şərh bölməsində öz dəyərli fikirlərinizi mənimlə paylaşın. İnanın mənə, sizin fikirləriniz mənim üçün çox maraqlıdır. İstəsəniz dadlandırmaq üçün doğğanıza mənim kimi bütöv soğan da əlavə edə bilərsiniz. Bu cür göyərtilərimizi də əlavə edirik, qarışdırırıq. Tam hazır vəziyyətə gəldikdən sonra ocağımızın üzərinə qoyub qarışdıra-qarışdıra bişirəcəyik. Doğğamız bişənə yaxın kənarda bişirdiyimiz düyümüzdə doğğamıza az-az əlavə edib qarışdıra-qarışdıra bişirməyə davam edirik. Artıq doğğamızın bişməyinə az qalıb, qaynadıqdan sonra 1-2 dəqiqə daha əlavə bişirib altını söndürəcəyim. Sağ olun əzizlərim, bura qədər məni izlədiyinizə görə təşəkkürümü bildirirəm. Hələ də Unlucadan doğğa bişirməmisinizsə, sizə bu resepti məsləhət görürəm. Bişirin və nuş edin.